bu ayın 4-də Füzuli rayonunun Alxanlı kəndində baş verdi. Bu hərbi cinayətdir. Bu erməni faşizminin təzahürüdür. Və bu cinayətə görə Ermənistan öz cavabını almışdır. Bu misli görünməmiş vəhşilikdir. Balaca Zəhranın və onun nənəsinin öldürülməsi erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərdi. Bu cinayət cavabsız qalmadı. Azərbaycan ictimaiyyəti də bunu bilir. Baxmayaraq ki, Ermənistan öz itkilərini həmişə gizlətmək istəyir, amma bütün itkiləri gizlədə bilmir. Azərbaycan ordusu düşmənə sarsıdıcı zərbələr endirdi. Bu zərbələr nəticəsində bir çox işğalçı məhv edildi. Balaca Zəhranın, onun nənəsinin qanı yerdə qalmadı və həmişə də belə olacaqdır. Nəyə hesablanmışdır bu cinayət? İlk növbədə bu Ermənistan siyasi rəhbərliyinin xislətini göstərir. Xocalı qatilindən, uşaq, qadın qatilindən başqa bir şey gözləmək mümkün deyil. Bu bir. Bu erməni faşizmidir. Bütün dünya da bunu belə qəbul etməlidir. İkincisi, iyulun 11-də Xarici İşlər Nazirlərinin görüşü nəzərdə tutulmuşdur. Artıq bu tarix bəlli idi. Sadəcə olaraq son günlərdə bu tarix açıqlandı. Bu təhribatı törətməklə onlar hesab edirlər ki, Azərbaycan bu danışıqlardan imtina edəcək. Biz imtina edə bilərdik, əgər onlara layiqli cavabını verməsəydik. Cavabını verdik, işğalçıları məhv etdik, onları cəzalandırdıq, sonra da getdik danışıqlara.